Pasientlərimizin müalicəsində ən yaxşı bizə kömək edən laborator diaqnostikadır. Laborator diaqnostika düzgün olmalıdır ki, təbii ki, bizim də müalicəmiz doğru düzgün geçsin. Bunun üçün də yaxşı həkimlər klinika seçəndə ilk öncə onun laborator diaqnostikasına baxır. Və mən də Ellab klinikasında işləməyə başlayarkən ilk öncə laborator diaqnostikasından dolayı qərar verdim. Və burada pasientlərimin diaqnozunun, analizlərinin düzgün, doğru şəkildə verilməsinə tamamilə əminəm. Və bugün mən sizə bu klinikada, laboratoriyada bir pasientin qan verilmə prosedurundan ta ki işləmə qədər olan yolu sizə göstərəcəm. Gəlin gedək baxaq görək. Bu qan prosedurları, yəni qan alma proseduru, içəri barkodlanma, yəni qanın səhv düşməməsi, bütün bu proseslər hansı şəkildə həyata keçirilir? Pasientlər gələndə ilkin öncə qeydiyyatdan keçir, onlara çek verilir və çekdə hansı analizlər olduğu yazılır. Bütün bunları göstəririk ki, klinikamızda bütün bu proseslər necə gedir. Bizim üçün ən əhəmiyyətli qan alma prosedurudur. Qan alma prosedurunda əməkdaş həm yaxşı qan götürülməlidir ki, burada gemoliz baş verməsin. Gemoliz ən qorxduğumuz bir şeydir, yəni analizlərin düzgün çıxıb-çıxmamağına təsir göstərə bilər. Gemoliz qanın parçalanmasıdır. Burada eritrositlər parçalanır və qan analizləri düzgün nəticə verməyə bilir. Onun üçün də ən önəmli şeylərdən biri qanın götürülməsidir. Barkodların düzgün şəkildə flakonlara vurulmasıdır, qan tüblərinə. Və qan almada yaxşı mütəxəssislərin işləməsi. Görürsünüz, bir dəfədən qan düşdü. Qanı vermədən qorxan pasientlərimiz də rahat şəkildə qan verə bilərlər. Burada analizlərdə mənim, yəni bu çekdə mənim analizlərim var. Sistemdən barkod çıxarılır. Ondan sonra tübün üzərinə yapışdırılır. Gördüyünüz kimi bu barkod mənə məxsusdur. Başı olaraq laboratoriyada da girdikdə başı olaraq cihaza verilir və cihaz avtomatik olaraq cavabını verir bizə. İndi laboratoriyaya giririk. Laboratoriyada verdiyimiz qan hansı formada işləmə verilir, ona baxacaq. Bugün bazar günü olduğu üçün gəl. İndi bu gördüyünüz cihazlarda qanlar işləmə gedir və işləmdə gördüyünüz kimi bayaq götürdüyümüz barkod sistemi, eyni ilə bu barkod sistemi burada da oxudulur, sistemə düşür və cihaza verilir. Barkod oxunduqdan sonra cihaza verilir və yaxud da ki, birbaşa olaraq bura qoyulur. Bu direkt özü barkodu oxuda bilir bəzi cihazlar. Avtomatik olaraq cavablar sistemdə görünür, monitorlarda görünür və həkim nəzarət edir, təkrar baxır, cavabların düzgünlüyünə əmin olur. Ondan sonra təsdiq vurulur. Təsdiq vurulduqdan sonra resepsiyonda cavabınızı götürə bilirsiniz. Bu qədər sadə və bəsit və qarışıqlıq düşmədən, yəni bir insanın qanı digər insandan səhv düşmə ehtimalı demək olar ki, sıfıra bərabərdir. Bunun üçün də Ellab güvənilir, dəqiq diaqnoz qoyan bir klinikadır və biz seçimimizi edərkən, yaxşı həkimlər seçimini edərkən klinikanın birbaşa olaraq laborator diaqnostikasına üstünlük verir.